Bəs Varşavanın içi. İndi rayonlara bölməyəcəm, Ortalama deyək ki, və Sən burada də 1 milyondan aşağı ev tapıb. sənə çox sadə bir inflyasiya fərqi deyəcəm. 2019 ya da 20-də mənim timli derim, ev alıb. Çox həqiqətən Ridigera da Varşavada. Varşava Ridigera küçəsində bilirsən ki, nə qədər lüks bir yerdir. Kvadratı 10 min zlota. 2023-də kvadratı 33 min zlot idi o evin. Yəni sən Varşavadakı qiymətlərə bax. Mən demək istəyirəm ki, Varşavada qiymətlər özünə görə, gəlir səviyyəsinə görə çox astronomikdir. Mənim çox dostum var, burada yaşayır, Polşada yaşayır. Azərbaycandan ev alır. Ona necə baxsan? Çox gözəl. Çünki Bakı bu dəqiqə bura inkişafdadır. Bakı bu dəqiqə 28 mayda Heydər Əliyev sarayının yanında 270 min manata ev var. Yəni bax vallahi o gün elanı gördüm. Tapsam atarım. Amma indi evin fasadı falan nə edir? Ev super vəziyyətdə. Gördüyüm qədərilə. 280 min, hardasa 600 min zlot pul edir. 600 min zlota sən elə bil ki, o taundan ev alırsan. Yəni də burada indi çox Azərbaycanlı məsələn ipotekaya girir, ev alır. Ya Polşada, məsələn ya da Azərbaycanda aylıq göndərir 2000-3000 zlot. Bir dostum Krakovdan özünə ev aldı. Evin təmiri köhnədir. Yəni köhnə təmirli bir evdir. Sovetdən qalan binadır. Binanın özü də köhnədir, bilirsən. Amma Krakov ərazisidir bu arada. Krakovun kənarı falan deyil. 2 otaq, plus bir salon, hamam tualet 750 min ya 800 min zlot alıb yaxşı alır. Krakovda. Hə. Amma şəhərə nə qədər yaxın? 20 dəqiqədir Qaleriya Krakovskaya. Hə, yarım saatdır. Elə bir Bilanı şəhərdə bildim belə bir şey. Və ödəyir, çox ödəyir. İlkin ödənişində düzdür çox eləməyib, 10% falan ödəyib. 5000 zlot aylıq. Və 25 il. 25 il bu adam əlavə ödəniş eləməsə hər ay düşünmə də burada. Səncə ipoteka almağa dəyər? Elə düşünmə. Ya ona qalsa elə düşünsən, neçə ildir burdasan? 7 ildir burdasan. Hə. Uje 7 ildə sən nə qədər kredit ödəmisən? Kredit eləməyim. Ya kredit ödəmişəm. Gəldim işte dost. 7 ildə nə qədər kirayə ödəmisən? Onu hesablayanda, ona baxanda çox məntiqli bir hərəkət. Mənə görə ipotekaya ev almaq artıq bu şəhərdə, bu ölkədə formalaşacağımın bir səbəbidir. Amma mən bilmirəm, bura. Bilmirəm deyib elə qalıbsan da. Situasiya hər an dəyişə bilər. Mənim heç ağlıma gəlməzdi ki, mən Varşavadan köçəcəm. Mümkün deyil də. Yəni mən o sözü bezdim deməkdən ki, mən bilmirəm Polşada yaşayacağam ya yox. Yaşayarsan, vəsə. Odur deyirsən. İpotekaya gir ev var. Mənə görə şəhərin də fərqi yox. Yox, mənə görə mənim gərək əlimdə heç olmasa bir 400 min zlot ilkin ödəniş eləyim ki, mən ev alım. 400 minim olsaydı evini alıram, alam. Yanmırsan. Yox. İpotekada bu arada mənə görə Varşavada ipoteka almağa dəyməz. Şəxsi fikrimdir. Çünki mən gedib ipoteka alıb və 20 il, 25 il 5000 zlot ödəmək istəmirəm. Okay, şəxsi fikrindir. Prosta nə düşünsən? Səncə evlərin qiyməti düşəcək, daha da qalxacaq. Bu anki evlərin qiyməti nə vaxt düşə bilər? Yenə çox astronomik bir səbəbdir. Ya Allah eləməsin müharibə olsa, ya belə yenə bərk bir pandemiya gəlsə ki, qısacası insanların ölkəni tərk edəcəyi bir ssenari. Onu deyirəm, aysa. Məsələn, Polşada insanlar azalacaq yoxsa çoxalacaq səncə? Şey var ya, deyir, nə məlumat oldu Bərbərdən taksidən götürür. O gün taksiyə minmişəm, deyir ki, polyakdır qardaş, deyir, dəhşət polyaklar İngiltərədən qayıdırlar. Yəni bir insanın ölkəyə qayıtma ssenariosunda bir şeyin qiyməti heç vaxt düşə bilməz. Amma gedən də çoxdur, plus. Gedən də çoxdur bu dəqiqəki situasiyada. Həm qovmaq immiqrasiya cəhətdən, həm də ki, ümumiyyətlə polyakların uşaq dünyaya gətirməsi. Dəxli var bu söhbətə. Çox dəxli var. Yəni bir nəslin uzanmaqçıdır. Ölkənin ümumiyyətlə genişlənməsidir də, yəni. Okay. Artmırlar. Yəni bir insan artmırsa, bu evlərdə kim yaşayacaq? Amma onu immiqrant paklivat edir axı. Onu deyirəm, immiqrantlar da qovurlar axı. Qovur çətinləşdirir, legalları qalır. Mən nə bilim çoxsan, yəni eşidirəm. Amma gələn polyaklar da çoxdur. Sən ondan nəzərə al. Elə bil o doğulmayan uşağın yerinə polyak gəlir xaricə. Ümumiyyətlə Braziliyada, Amerikada çox polyak yaşayır. İngiltərədə vəbşi. Braziliyada polyak yaşayır? Braziliyadaydı, hardaydı? Amerika. Yox. İngiltərə, Amerika. Latın Amerikasındaydı. Onu bilmirəm. Braziliyadaydı. Sən göndərəm. Bir dənə küçə var. Braziliyada polyakın nə işi var ola? O vaxtda sürgün olanları nəsə göndərdilər. Hə, amma yəni mən yenə ümumiləşdirsək deyirəm ki, Varşavada kirayə də ev alma qiymətləri də çox bahadır və həqiqətən bir stabil gələcək planınız yoxdursa, ipotekaya girməyin. Şəxsi fikrimdir. İpotek. 25 il 5000 zlot değil mi? Nəysə. 3500-ə get kirayədə bomba kimi evdə qal. Bax, asmayın.